Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün yeni il süfrələrini bəzəyən kiçik qəlyanaltı hazırladım. Kilka balığından, bir də ki, mal ətindən tərəvəzli salat hazırlamışam və hazırlama qaydasını sizinlə paylaşmaq istəyirəm. Əvvəlcə keçirəm salatı hazırlamağa. Burada bizə lazım olan ərzaqlar kartof, kök, yaşıl noxud, yumurta, təzə xiyar, mal əti, bir də çuğundur. Kartofu, kökü, yumurtanı, çuğunduru qaynatmışam. Soyuyandan sonra qabığını soyub hazır əlimin altında qoydum. Sonra bu ərzaqları sürtgəcdən keçirib hazır əlimin altında saxlayıram. Çünki salatımız lay-lay yığılacaq. İşimiz rahat olsun deyənə bunların hamısını qabaqcadan hazır eləyib qoymaq lazımdır. Xiyarı isə xırda-xırda doğradım ki, su salmasın. Əti də xırda-xırda doğrayıb ditdim, bu cürünə hazır qoydum. Deməli, mən belə bir qabdan istifadə elədim. Streç salafana qoydum qabın içinə. Çünki salatı alt-üst çevirəcək, dağılmasın deyənə streçdən istifadə eləyirəm. Deməli, çuğundur əlavə elədim birinci laya, yəni ən üst qatda olacaq. Duz istiyot vurub mayonez çəkdim. Bu arada mayonezi də özüm hazırlamışam. Hazırlanma qaydası YouTube kanalımda var. Keçid eləyib baxa bilərsiniz. Üzərinə ikinci qat yumurtanı əlavə elədim. Duz istiyot mayonez. Kök əlavə elədim. Duz istiyot mayonez. İndi isə yaşıl noxudu əlavə elədim. Və üzərinə ət əlavə eləyib mayonez çəkirəm. Ətə duz vurmuram, çünki əti qaynadanda da duz vurmuşam. Mayonezi çəkib doğradığım təzə xiyarı da əlavə elədim. Bura duz istiyot vurdum və mayonez çəkdim. Ən alt qatı, indi burada üst görünür. Alt-üst eləyəndə ən altdakı qat kartofdur. Kartofu da əlavə eləyib duz istiyot vurub üzərinə mayonez çəkirəm. İndi isə salafana büküb soyuducuya qoyuram. 1 saat soyuducuda saxlayıram ki, salat özünü tutsun. Belə 1 saat keçdi. Deməli, salatı alt-üst çevirirəm. Bu cürünə videoda göründüyü kimi qabı qoyub çevirdim və salafanı üzərindən götürdüm səliqə ilə. Bıçaqla səliqəyə salıram və bəzəyirəm. Kimin ürəyi necə istəyir bəzəyə bilər. Mən burada yaşıl noxud, kök, mayonez, bir də göy soğandan istifadə elədim bəzəyində. Siz də inşallah bəyənib hazır eləyərsiniz əziz izləyicilərim. İndi isə keçirəm qəlyanaltılara. Deməli, stəkanın ağzı ilə bu cürünə çörəkləri istəsəz ağ çörək də götürə bilərsiniz. Qara çörəkdən istifadə eləmək olar. Bu cürünə halqavari doğradım çörəkləri və tavada o üzbüyüz qızardıram. Çörəklərimiz hazırdır. İndi isə sousu hazırlayıram. Deməli, qaynanmış yumurta, duzlu xiyar, keşniş süd, petruşka da əlavə eləmək olar. Bir də mayonez. Duz vurmuram, çünki burada mən pendirdən istifadə edirəm. Belə sıyıq pendir, plavyanı deyilir. Bu pendirdən də qatıram. Ona görə duz vurmadım. Deməli, əvvəlcə pomidor xiyarı doğramışam, duzlu xiyar, təzə xiyar, süd qoymuşam əlimin altında. Kilka balığını da açıb hazır qoymuşam ki, işimi rahat görüm. Deməli, çörəyin üzərinə hazırladığım sousdan çəkirəm. Bir fal pomidor və balıq.
Sonra şüyüdlə də bəzəyəcəm. Həm şüyüd həm dad verir, həm də bəzək verir. Duzlu xiyarla hazırladım. Bir də təzə xiyarla. Əziz izləyicilərim, çox dadlı qəlyanaltıdır. Siz də hazırlayın. Həm görünüşü, həm dadı mükəmməldir. Doğrudan da hazırlarsanız mən elə bilirəm ki, bəyənərsiniz inşallah. Sağ olun, sağlıqla qalın əziz izləyicilərim.